Bu vloqu qızlar belə bir gözəl və böyük, dəhşət ağır bir PR-dan başlamaq istəyirəm. Gördüyünüz kimi Karvan şirkətdən gəlib. Deməli bir çox baxım məhsulları olsun, duş gelləri, duru olsun, bu o falan. Hamısı bu şirkətə məxsus məhsullardır və mənə belə bir boks göndəriblər. İlk öncə onu deyim ki, rəfiqəmin məsləhəti ilə mən Biaxindən bir neçə dənə məhsul almaq istəyirdim. Hətta sizə demişdim ki, baxın məhsulları saça aid alacağım bu yaxınlarda. Amma xoş təsadüf, bu qədər məhsul mənə göndərildi. Rəfiqəm bu məhsulu sınamışdı və çox razı qalmışdı. Mənə dedi ki, Ayqa mütləq bundan al. Və deməli bu nədir? 9 çiçək yağı, bu deməli saç tökülməyə qarşı şampundur. Bu məhsul parabensizdir, sulfatsız və dermatoloqlar tərəfindən çox tövsiyə olunan bir məhsuldur. Gəlin açaq. Bəzən PR göndərilən məhsulları mən sadəcə zapasa qoyuram ki, kiməsə hədiyyə eləyərəm və s. Bunları isə hamısını açıram. Çünki hamısını istifadə eləyəcəm. Deməli belə bir məhsuldur. Bilmirəm hansından başlayım, hansı ilə bitireyim. Misal üçün Biaxinin micellar suyu olduğundan mən xəbərsiz idim. Bilmirdim ki, bu brendin micellar suyuları da var. 500 ml-dir. Bunu da mütləq istifadə edəcəm. Növbəti maraqlı məhsul bu belə bir yağdır. İçində də zərlər çox şık görünür və ən maraqlısı bilirsiniz nədir? Yalnız üzə, bədənə yox, bunu saça da tətbiq eləmək olar. Həcmi də kifayət qədər böyükdür, 100 ml-dir. İstifadə elədikcə də hər bir məhsulu mən vloqlarda görəcəksiniz və öz fikirlərini sizinlə bölüşəcəm mütləq. Qısa bir zamanda saçlarını uzatmaq istəyirsinizsə, belə bir yağlardan istifadə eləyin. Saç uclarına darayarkən onlar qırılıb qopmasın və uzunluğunu tam hiss eləyəsiniz deyə. Bu da saç yağıdır. Bu seriyanın tərkibində 9 çiçək yağı və vitamin B5 var. Üzərində də yazılıb, heç biri parabensiz, sulfatsız, yəni ki, sizə ziyan vermədən işini görür. Bunlar isə kiçik belə şampundur, bu keratin tərkiblidir. Deməli, bunlar səyahət üçün superdir. Elə o gün biletlərimizi aldıq. Bunlardan birini səyahətə aparacağam və orada istifadə edəcəm mütləq. Vloglardan da görə biləcəksiniz. Məncə kifayət edər. Bir həftəyə bu qədər şampun kifayət eləyər. Mən demək olar ki, hər gün çimirəm. Elə günlər olur ki, səhər də çimirəm, axşam da çimirəm. Ona görə az şampun mənə kifayət eləməz. Belə rayona zada aparmaqda. Çox qəşəngdir, balaca sayz. Belə testerləri qoyanda mən elə sevinirəm, qızlar, elə sevinirəm. Birdən bunlara baxın. Hər bir məhsulu sınamış olursunuz və sonra qərar verirsiniz ki, full size hansını alacaqsınız. Və sonuncu məhsul bu saç kremidir. Saç kremləri hər zaman istifadə edirəm. Deməli, saçı yuyursunuz, gəlirsiniz və yaş saça bunu tətbiq edirsiniz və yalnız ondan sonra daramağa başlayırsınız və yaxud daramırsınız. Sadəcə quruyur və dəhşət gözəl parlaq olur saç. Yəni ki, bu da çox lazımlı bir məhsuldur. PR paketim isə bu qədər. Hər bir məhsul lazımlı və gözəl bestseller. Təşəkkürümü bildirirəm. Sevərək işlədəcəm. Hansıları ki, bəyəndim, dəfələrlə göstərəcəm videolardan. Sabah mən dırnağa yazılmışam. Bugün isə evdə olacağam və bu iki məhsulu götürüb gedirəm çimməyə. Deməli qızlar, bugünə plan nədir? Gəlin sizi də məlumatlandırım. Mən indi özümü səliqəyə salıb mama ilə birlikdə gedirik nişan üçün məkanları baxmağa. Daha doğrusu mama uca gedib bir məkana və çox bəyənib. Dedi ki, bilmirəm behi verim və yaxud verməyim. Vaxt da uca məhdud qaldı. Məkanlar çoxdur əslində, amma 6 bazar istəyirik deyə. İmini 6 bazar zanit olur. Ona görə əvvəlcədən düşünmək lazımdır hər bir xırdalığı. İndi sizə də göstərəcəm. Bir neçə amil mənim üçün çox önəmlidir. Misal üçün qonaq gəlir. Əgər yaxın bir məsafədə parking yoxdursa, bu məkan mənim üçün əlverişli deyil. Çünki yalnız özümü düşünmürəm, qonaqları da düşünürəm. Mən bu parking məsələsindən bezmişəm. Burada isə şadlıq sarayıdır. Ona görə böyük parking yeri də var. Özləri aparıcı da verirlər. Video çəkilişi də onlar tərəfindəndir. Və biz seçdiyim məkan toy üçün daha uyğun bir məkandır. Sadəcə bir şey demək istəyirəm ki, adi belə restoran tipli məkanlarda kabinetlər çox balacadır. Ad günlər üçün daha
uyğundur. 20-25 nəfər tutumlu maksimal zalları var. Əgər səndə qonaq sayı 20-25-dən çoxdursa, uca Şadlıq Sarayı üz tutmalısan. Şadlıq Sarayda lap çox insan üçün nəzərdə tutulub qalırsan belə. Əvvəl istəyirdim ki, restoranların arasında ən böyük kabineti olan bir məkan seçim və orada eləyim. Orada isə rəqs eləməyə yeri yoxdur. Oturmağa tutaq ki, 40 nəfər 30 durursan, amma rəqs eləməyə qəti yer olmayacaq. Aparıcını ayrı özün düşünməlisən. Musiqi bu sadəcə sintezator olacaq, yəni oxuyan olmayacaq. Ona görə qalırsan belə. Ayaqqabı olaraq isə təzə Temudan sifariş elədiyim bunları geyinəcəm. Həm balaca kabluku var, həm də ki ayaqda dəhşət gözəl və şık görünür. Qırmızı süfrə, ağ stollar çox şık və gözəl görünür. Təbii ki, hal-hazırda işıqsız, darmadağınıqdır. Buraları hələ dekor şirkəti də öz işini görəcək. Bey və gəlin burada oturur. Bu zal misal üçün 120 insan üçün nəzərdə tutulub. Bizdə isə 40 neçə insan olacaq. Bu səbəbə görə bəzi çətinliklər çəkdik. Onu bağlatdırmaq üçün bu zalı az insan olduğuna görə. Amma bizim üçün bu əksinə yaxşıdır. Yəni rəqs eləməyə bol yerimiz olacaq. O lazımsız stolları oradan çıxardacaqlar. Belə eləyə bilərik də, sağ tərəfdə misal üçün qız evi, sol tərəfdə isə oğlan evi otura bilər. 4 dənə stol bizə kifayət edəcək məncə. Burada misal üçün stolun qiymətinə video çəkilişdə daxildir, amma mən elə kaset fasonu istəmirəm. Mən özüm üçün ayrı vlog çəkəcəm. Ümid edirəm ki, çəkə biləcəm, çünki yalnız öz tərəfindəki qohumları çəkəcəm, oğlan tərəfindəki qohumları çəkməyəcəm. Halbuki çox istəyərdim, çox zövqlü modni qaynanam var. Özü ki dedi ki, mənim üçün heç bir problem yoxdur, məni çəkərsən vloqa. Yeznəmiz isə deyir ki, nə istəyirsən çək, mənim onu çəkmə. Bu zal isə sırf toylar üçündür. Burada bilirsiniz nəyə bəyəndim? Heç yerdə görmədiyim formada stollar da doğrusu yerləşdirilib və yalnız bir tərəfdə otururlar. Yəni ki, stolun həm sağ, həm sol tərəfində insan oturmur. Elə olduğu halda zal bir o qədər də çox insan tutmur, amma oturanlar, tutaq ki, oturub yemək yeyənlər, rahat rəqs edənləri izləyə bilirlər. Biri var ki, toydan gəlirsən, uca belin ağrıyır ki, belə çönüb baxmağa rəqs edənlərə. Burada isə sanki konsertə gəlmisən, şou proqramı da izləyə bilərsən, yeyə və heç kimsə maneçilik törətmir, çünki səndən arxada olanlar bir pillə yuxarıdadılar. Və stol yalnız bir tərəfə baxır. Bir sözlə bu zalı çox bəyəndim və heç bir yerdə mən belə zal görməmişəm. 3 gün sonrasından sizə qızlar salam. Deməli, bu vlogu mən başlamışam 3 gün bundan əvvəl. Dünən getdim, dırnaqlarımı düzəltdim, onunla bağlı ayrı bir video çəkdim. Videonun altında o qədər pis reylər var idi. Dırnaqlarımı demək olar ki, heç kim bəyənməyib. Eyni zamanda da mən heç bir problem görmürəm əslində. Axırda Instagramda videonu paylaşanda reyləri bağladım. Yazıq dırnaq ustam. Yəni ki, neynəsə də siz bəyənmirsiniz, bilmirəm niyə. Hamı yazır, zövqsüzdür, bərbaddır, əyridir. Halbuki mən baxıram, heç bir əyrilik görmürəm. Vallahi deyirəm sizə. Bloger olaraq mən pis reylərə hazır bir insanam, amma dırnaq ustam öyrəşməyib ki, bu qədər onun əl işini tənqid eləsinlər. Məncə heç bir problem yoxdur. Ümumiyyətlə dırnaqla bağlı kontent paylaşanda bundan sonra mən reyləri bağlayacağam. Necə göstərmək sizə? Baxın. Qəşəngdir axı. Nə olub bu dırnaqlara? Nə bilim. Necə də iştah açıcı görünür. Dəhşət, bizə nuş. Əsas məsələn demədim sizə, mən o zala görə behini uca verdim. Və nişanım orada olacaq. Bilmirəm, indi qırmızı don seçim nişan üçün və yaxud lüboy rəng də əslində ola bilər. Bəziləri reylərdə yazırlar ki, də gəlinliyi də seçdin, nə nişan. Gəlinliyi əvvəlcədən seçilir. Ümumiyyətlə, normal insanlar 6 ay əvvəlcədən gəlinliyi bron eləyirlər. Mənəm belə axırıncı momentə hər şeyini saxlayan. Nişan üçün nəsə tapmaq asandır deyə son məqama saxlamışam. Bir də ki, saç və makyaj harda eləyəcəmsə bilmirəm. Siz bildiyi yaxşı ustalar varsa Instagramma mütləq atın, baxacam. Burada isə belə böyük bir dənə Temu bağlaması var. Gəlin bir yerdə açaq. Burada həm mamanın məhsulları var, həm mənim. Bir dənə çox maraqlı yay dəsti var.
Dəst iki hissəsindən ibarətdir. Deməli, belə bir kropu var. Özü ki, qəşəng astarlıdır. Bir baxın. Nəsə xallı şeyləri çox bəyənirəm. Keyfiyyəti gözəldir. Qiyməti də çox münasibdir. Və belə bir korişnevi xallı bir ətək. Geyinib sizə göstərəcəm. Uzunluğu da kifayət qədərdir. Məncə qəşəng oturacaq. Bunu alsaz 100% peşman olmayacaqsınız. Çox gözəl keyfiyyətə malikdir. Qiyməti dəst olaraq 23 manatdır. Ən balaca razmer götürmüşəm və çox razı qaldım. Qablukla geyinəcəm. Yayda superdir. Altında astarı da var. Ona görə heç narahat olmayın. Astarı biraz qısadır öz ətəyindən. Figuranızı o qədər zərif və gözəl göstərir. Linki isə aşağıda. Böyük əşyaları göstərmək istəyirəm. Deməli mən 2 dənə yay yorğanı sifariş eləmişəm, sırf cihiz kimi. Hər ikisini açmaq mənasını görmürəm. Bir tərəfi baxın belədir, digər tərəfi isə belə. Yay üçün nazik yorğanlardır. Qəsdən 2 dənə götürmüşəm. Çünki bir böyük olanda o qədər də rahat olmur deyilənə görə. Ona görə 2 dənə götürdüm. İkincini də açmayacağım. Bunları aparacağım təzə evə. Fərqli ölçüləri də var. Qiyməti isə deyəsən 23 manat olmalı idi biri. Təkrar dəqiq baxdım. 23 deyilmiş. 26 manat almışam. Birini 52 manata, ikisi başa gəlib mənə. Əvvəl səbətə bir başqasını əlavə eləmişdim. 32 manata idi biri. Sonra fikirləşdim ki, materialı eynidir. Risunkası bir dənə fərqlənir. Neyinirəm bu qədər çox pul verib. Ona görə bunları vurdum. Bunlar da pis gəlməyib. Bəyəndim. Hələ boz rəngi bizim otağımıza uyğundur. Qış yorğanlarımız orada var. Yay yorğanları isə yox idi. O tərəflərə gedərkən bunu da özünə aparmaq lazımdır. Aparım gərək qoyum oram. Səyahətə getmək üçün və yaxud rayona getmək üçün belə bir deyib arxası ucu yadımdan çıxdı. Travel size qabları da özündən kosmetik məhsulları hamısını aparmamaq üçün. Misal üçün üz yuma gel, fixing spray, tonik hamısını tökə bilərsiniz bunların içinə. Bu qabların içinə rahatca məhsullar tökmək üçün belə bir şey də var. Səyahətə gedərkən bunlar mənə lazım olacaq deyə aldım. Burada deməli mamanın sifarişi belə bir ev üçün tərliklər götürüb. İnanmayacaqsınız, amma 2 manat 50 qəpiyə endirimə düşmüşdü. Mama da sırası dedi ki 2 dənə vur, evdə lazım olacaq. Yayda qonaq zat gələndə gərək təzə tərlik verəsən. Keyfiyyəti də qiymətə görə pis deyil. Məncə mən şəhərdə 2 manat 50 qəpiyə belə tərliklər heç yerdə tapa bilməyəcəm. Qəşəngdir, bəyəndim. Bu da ikinci. Sadəcə mənə elə gəlir ki, biraz razmeri balaca gəlir. Ona görə bir razmer böyük alsaz daha yaxşıdır. Belə deyim ki, sizə wow dərəcədə keyfiyyətə malik bir şeydir. Deyil, amma 5 manata 2 cüt belə ayaqqabı məncə əladır. Ona görə peşman deyiləm, qaytarmayacağam. Dəhlizə qoyacağam, qonaq zat gələndə təmiz və gözəl şəp-şüplər verəcəm. Sifariş elədiyim bijuteriyaları da göstərmək istəyirəm. Qonşum bu vaxtı da remont eləyir. Amma nə biz tərəfdən, nə qonşular tərəfdən heç vaxt komendanta buna ona şikayət heç vaxt eləmirik ki, ay filan kəs filan vaxtda remont eləyir. Misal üçün nişanlımın evində bazar günü sən belə nəsə iş gör, sırası qonşular qalxırlar yuxarı, şikayət eləyirlər, zəng eləyirlər, nə bilim elə bir şüvənlik qaldırırlar, dəhşət. Mənim isə qonşular deyəsən mənə oxşuyur, mən özüm də heç vaxt şikayət eləmirəm. Kefi istəyirsən, nə vaxt istəyirsə remontunu eləsin. Tək ki, hamının hər zaman imkanı olsun ki, daha gözəl remont eləsin, daha uyğun bir şəraitdə yaşasın. Neysə belə olduğu halda siz də anlayışla qarşılayın. Sırğaları isə çox bəyəndim, dəhşət gözəldir. Hətta o qədər bəyəndim ki, bir yaxınmada bu sırxalardan almaq istəyirəm. Çünki bilirəm bəyənəcəyik. Bunu qızlar Temudan almağı çox da tərəfdarı deyirəm. Bunu mama istəyib və sifariş edib. Kosmetik vasitələri və s. mən düşünürəm ki, gedib Olivia'dan zaddan alsam daha məqsədə uyğundur və güvənləsi bir brend olacaq. Bu isə bilinmir nədirsə. Mama dedi ki, sənin evə lazımdır, mən istəyirəm.
İlk önce onu deyim ki, adi standart qələm kimi deyil, marker kimidir və sırası 3 dənə xətti çəkir, sanki 3 dənə tükdür. Ən tünd rəngdə götürdük, qiyməti 2 manat 65 qəpik idi. Mama çox bəyəndi bunu. Hətta dedi ki, birində sifarişlə qoyacağam zapasa. Hər gün bununla qaşlarımı çəkəcəm. Çox rahatdır və nəticəsini də bəyəndim. Mən isə qaşları Inglot'un linerine doldururam. Spesialən qaş üçün bir dənə liner var, o çox gözəldir. Növbəti burada belə bir qolbaqdır. Bunu da mama sifariş edib, təbii daşlardı. Amma razmer olaraq mamaya düz gəlmir. Mən də mamaya təklif elədim ki, gəl dedim sənə, birini də sifariş eləyək və birləşdirək. Eləyək sənin razmerin qolbağı. Mama dedi ki, istəmirəm. Bunu sifariş eləyərkən mən sırazu mamaya dedim ki, 17 cm-dir, bu sənin əlibə olmayacaq. Amma diki şəkildə böyük görsənir və çəpi də dartılandı. Olacaq. Yəni orada açıq aydın yazılıb ki, 17 cm-dir. Bir sözlə bunu mama bəyənmədi. Dedi ki, balacadır. Lap bir dənəsi də sifariş edib birləşdirsə, yenə də yaxşı görsənməyəcək. 2 dənə burada kalgotka var. Çox münasib idi qiyməti. Belə bir set idi. Deməli 2 dənə kalgotkaya mən 4 manat pul vermişəm. Yazılır güya ki, böyük bədəndə, amma elə deyil. Keyfiyyəti qızlar pis deyil. Yaxşıdır. Çox yaxşıdır. 1-2 dəfə geyinim bunları. Yaxşı olsa bir neçə dənəsini alacağım. Ən çox Naski sifariş eləməyi sərf edir. Belə marketplace'lərdə. Çünki çox ucuz başa gəlir. Özdəki setlə alırsınızsa, vəbşi havayıdır. Nə qəşəngdir. Əməlli başlı qalın naskilərdir. Qızlar, bunları sizə əməlli başlı tövsiyə edirəm. Süperdir. Bunları bilirsiniz, krasovka ilə zadına geymək üçün yox, sırf evdə. Qışda evdə geymək üçün əladır. Mama dedi ki, bu seti istəyirəm mən, sifariş eləmənim üçün. Mən kənddə qonşular, nə bilim, süd getirəndə və yaxud nəsə getirəndə adətən bir piçeni qoyur, yanında da naski. Bu məqsədlə sifariş elədi ki, kiməsə pay qoyaram. Amma keyfiyyəti gözəldir. Məncə bundan bir set də almaq lazımdır. Çünki qiyməti münasib idi. Baxın, belələr də var. İndi istəsəz boz ala bilərsiniz, istəsəz isə rəngarəng. Və sonuncu məhsul yenə mamiçkanın. Kənddə bir yerdə bunu sınayarıq. Güya ki, stulları bərpa eləyir. Cızılmış, pis günə düşmüş stolları yeni kimi edir. Bu kraska göyə mövcudəli bir kraskadır. Mama dedi ki, gəl sifariş edeyim. Mən dedim ki, boş şeydir. Mama dedi ki, onsuz da qiyməti çox aşağıdır. Sifariş edəyə baxaq. Boş şey olsa da nədir, nə qədər pul verirsən ki buna. Və yalnız o dedi deyə aldım bunu. Bəlkə mən sadəcə skeptik yanaşıram və həqiqətən işinə yarayır. Yarasa mütləq sizinlə bölüşəcəm bunu. Amma nəsə inanmıram. Bu bağlamada olan məhsullara heç birini qaytarmıram. Hamısını istifadə eləyəcəm. Məncə uğurlu bir sifariş oldu. Əksər paltarlar bunun içində olan mamanın paltarları idi. Onları çıxartdım, mamaya verdim. Sonra qaldığı şeyləri sizə göstərməyə başladım. Adətən mamanın bağlamaları ümumiyyətlə göstərmirəm. Çünki primerka eləməyi istəmir. Belə də aydın deyil. Ay bir şəkildə yerləşdirirsin. Harda biləsiniz necə oturur, necə bir materialdır və s. Rəngi şəkil yerləşdirməyə çox da mənası görmürəm. Əgər paltarı sən öz üzərində geyinib göstərmirsənsə, onu heç göstərmək mənası yoxdur məncə. Bəzən yazılar ki, yalnız özünə sifariş edirsən, bəs mamaya heç nə niyə almırsan? Əslində o özün üçün sifariş edir, sadəcə onun bağlamaları mən sizə göstərmirəm. Saatı göstərim sizə, əlimi göstərim sizə, bu qaqaşın rahatlığını göstərim. Gedim əl üzümü yum və yatım. Nişan üçün məkan seçəndən sonra indi ağlıma bilirsiniz nə fikir gəlir. Mən xonçaları yığmışdım. Mən orada lent eləmişdim bənövşəli rəngdə. Amma zal, biz seçdiyi zalda skatert, nə bilim dekor zat hamısı qırmızı rəngdədir. Hətta qırmızı bir paltar da almaq istəyirəm. İndi fikirləşirəm, o xonçanın üstündə olan o lentləri dəyişsəm yaxşıdır, yoxsa belə də qalsın da bu qədər əziyyət çəkmişəm. Əslində mən onları dəyişə bilərəm, çünki vaxt qalıb və indidən qırmızı lentləri sifariş eləsəm, qırmızı dekorları, o xonçaları tezdən dəyişə bilərəm. Sizcə necə edeyim? Mütləq öz fikrinizi rey bölməsində yazın. Mən isə başlayayım makiyajımı silməyə. Cınozun gidrofil yağını tam bitirmişəm. Əslində tam deyil, dibində biraz var. Gəlin axıra qədər bitirək. Pul vermişəm. Göydən düşmür ki. Əziyyətlə qazanırıq.
Əgər hər gün makiyaj eləyirsinizsə, axşam rutini çox önəmlidir. Bunu heç vaxt boş verməyin. Makiyajla əsla yatmayın. Belə olduğu halda dəriniz pis günə düşməyəcək. Burada isə sizinlə söhbət edirəm. Sonra montaj zamanı fikir vermişəm ki, bu söhbət heç maraqlı söhbət deyil. Ona görə üstündən belə səs yazıram. Yalnız bir dənə bu yaxınlarda Olivia'ya girmək istəyirəm. Səhifəsində gördüm ki, dəhşət gözəl endirimlər var və bəzi mən istifadə etdiyim məhsullar orada 60%-ədək endirimə düşür. Gedib hər şeyini alacağım oradan. Qəşəng bir dənə alış-veriş edeyim, gəlim. İndi bilmirəm, sabaha salım, biri günə salım. Bildirirəm ki, bitməz endirimlər. Gedərkən isə sizin üçün bir dənə vlog da çəkəcəm. Olivia'dan aldığı o sırğalar var idi, hansıları ki itirmişəm. Bilirəm ki, siz də narahatsınız. Tapa bilməmişəm. Bilmirəm, hardadır. Mən də narahatam bu mövzuya görə. Mənim hansısa bir əşyam itəndə fikirləşə bilərsiniz ki, şeyim çoxdur, vecimə deyil, amma elə deyil. Nə bilim, o sırğalara mən hara qoymuşam görəsən. Gözlərimi yandırmır bu arada. Üz yuma La Roche-Posay'dır. Amma mənə çox da uyğun deyil. Bir il yarım zapas üçün Trendyoldan endirim zamanı almışdım. Bir neçəsini ona görə sadəcə istifadə edeyim ki, bitirim. Amma belə çox da bəyənmirəm onu. Şəxsən mənim dərimi dəhşət qurudur. Ondan sonra mütləq güclü bir nəmləndiriciyə ehtiyac var. Bu iki məhsulum getdim soyuducudan götürdüm. Elə olanda, orada saxlayanda effekti daha gözəl olur. Bu gözaltı kefir tərkibli serumdur və gözaltı nəmləndirici krem. Vlogu bu vaxta qədər izləmisinizsə, sizdən bir balaca xahişim olacaq. Kanalıma abunə olun və bu video like düyməsi basmağı unutmayın. Bu həqiqətən çox önəmlidir. Çalışacağım sizin üçün bol toyuna bağlı hər bir xırdalığı çəkib paylaşım. Bunu heç bir cür mən yeyə bilmirəm də. Görəsən tərkibi nədir? Bir də ki, sizə bu işığı tövsiyə etmək istəyirəm və göstərmək istəyirəm ki, işıq həqiqətən nə dərəcədə önəmlidir. Görürsünüz necə bərbad keyfiyyətdir. İndi işıqla dəyişilir keyfiyyət, təbii ki, hə. Ona görə video çəkərkən işığa həqiqətən çox dəyər verin, yaxşı işıq alın. Çünki işıq bizim hər şeyimizdir.